Qanunsuz tikintilərlə bağlı mütəmadi mətbuatda və sosial platformada xəbərlər dərc olunmaqdadır. Cavabdeh qurumlar qanunsuz tikintilərlə mübarizə aparılmasına baxmayaraq, bəzi hallarda belə tikintiləri ilə məmurlar himayə edir və qeyri-rəsmi icazəsi verilir. Xalqın məlumatına görə Lənkəran şəhərində dəmir yolu kənarında restoran fəaliyyət göstərir. Görüntülər sosial şəbəkələrdə yayımlanıb. Belə ki, rayonda dəmir yolu xəttinin bir addımlığında açıq havada restoranın bir hissəsi dəniz sahilində, digər hissəsi isə dəmir yolu reyslərinin qarşısında tikilib və fəaliyyət göstərir. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından münasibət öyrənmək mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də eyni qaydada heç bir açıqlama verilmədi. Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovdur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Bir dənə körpə uşaq çıxdı, necə olacaq burada? Bura baxın. Bura Lənkəran kiçik bazar şəhəri panoramadır. Valla biabırçılıqdır, yərsizlikdir burada.